Qarabağ azərkeşlərinə görə cərimələnib. Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Ağdam klubu Misli Premyer Liqasının 15-ci turunda Araz Naxçıvanla matçın ikinci hissəsində azərkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat ziyana düşüb. Araz Naxçıvan isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. Kəpəz-Qəbələ oyununda Gəncə komandası 4 futbolçusu sarı vərəq aldığı üçün 700 manat ödəməli olacaq. Qəbələ isə 36-cı dəqiqədə futbolçusu İbrahim Sanqarenin ciddi qayda pozuntusuna görə 1000 manat ziyana düşüb. İbrahim Sanqare 2 oyunluq diskvalifikasiya olunub. Turantovuz Sabah oyununda 700-lü sarı vərəq aldığı üçün Bakı klubu 700 manat cərimələnib. Karvan Yevlax İmişli ilə oyunda 4 futbolçusu sarı vərəq aldığı üçün 700 manat cərimələnib. Sumqayıt isə Neftçi ilə maçda sarı vərəqə alan 5 futbolçusuna görə eyni məbləğdə cərimə ödəməli olacaq.